Ər-Rəhman, Mərhəmətli surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Mərhəmətli Allah Qur'anı öyrətdi, insanı yaratdı, ona danışmağı öyrətdi. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir. Otlar da, ağaclar da səcdə edir. Allah göyü ucaltdı və tərəzini qoydu ki, çəkidə həddi aşmayasınız. Əşyaları tərəzidə insafla çəkin və çəkini əskitməyin. O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? O, insanı saxsı kimi quru gildən yaratdı. Cinləri də təmiz oddan yaratdı. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Allah iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maniyə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də O'nundur. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi ondan diləyir. O, hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə